Öz biznesiniz, layihəniz və ya platformanız üçün sayt lazımdır, amma siz kodlama bilmirsiniz və ya bunun üçün böyük məbləğdə pul xərcləmək istəmirsiniz. Bu çətin problem kimi görünə bilər, amma əslində heç də çətin problem deyil. Belə ki, bu gün sizə göstərəcəyim yolla tamamilə pulsuz və bir neçə dəqiqə ərzində öz pulsuz saytınızı hazırlaya bilərsiniz. Mən bunun üçün Coaz platformasından istifadə edəcəm. Siz də Coaz-a daxil olub öz pulsuz saytınızı hazırlaya bilərsiniz. Vaxt itirmədən keçək ekrana və prosesə başlayaq. İlk öncə daxil oluruq Coaz saytına. Saytın yuxarı hissəsində giriş və qeydiyyat hissələri var. Əgər profilimiz yoxdursa, qeydiyyatdan keçirik. Mən də qeydiyyatdan keçəcəm. Qeydiyyat məlumatlarını sürətli şəkildə doldururuq. Ulduzlu olan hissələr mütləq doldurulmalıdır. Ulduzlu olmayan hissələri isə doldurmaya bilərik. Misal üçün, daxil edirik biznesimizin adını. Təbii ki, bir biznesimiz, mağazamız, kafemiz və s. varsa onun adını yazırıq. Yoxdursa, təsadüfi bir şey yaza bilərsiniz. Bu adları sonradan dəyişdirə bilərsiniz. Sadəcə sayt adresi dəyişdirilmir, onu da göstərəcəm. TT.com, mən qısa adlar yazıram, təsadüfi adlar. Sayt adresi ən vacib hissə bu hissədir, çünki bu hissəni heç vaxt dəyişə bilməyəcəyik. TT.com yazıram, görürsünüz, artıq burada mənim saytımın adresi göründü. tt.com.coaz bu olacaq mənim saytım. Burada isə yaşıl rəngdə qeyd olunub ki, mən bu adı istifadə edə bilərəm, yəni məndən əvvəl heç kim bu addan istifadə etməyib. Daha sonra isə şəxsi məlumatlarımızı yazırıq. Mən bu meyli əvvəl istifadə etdiyim üçün bura 1 yazıram. İstifadəçi adımızı yazırıq. İstifadəçi adı bizə nə üçün lazımdır? Hər dəfə biz sayta giriş edəndə bizə lazım olacaq istifadəçi adımız. Boş olsa mail adresindən avtomatik yaranır, amma mən özüm biznesin adını, saytın adını yazmaq istəyirəm. tt.com. Telefon nömrəmizi yazırıq. 994 123 456 78. Şifrəmizi yazırıq. Minimum 8 simvol olmalıdır. Mən 1-dən 8-ə qədər yazıram. Təbii ki, siz daha qəliz şifrə yaza bilərsiniz. Daha sonra isə müqavilə şərtlərini oxuyub qəbul edirəm və tamamlaya basıram. A few moments later. Bu hissədə sistem bizi bir qədər gözlədir və artıq budur, hazırdır. Bizim tt.com.coaz saytımız var. Mən klik edirəm, yeni səhifədə açıram. Bəli, artıq mənim saytım hazırdır. Bu cəmi mənim 1 dəqiqə vaxtımı almadı heç. Panelə keçirəm ki, saytımı ayarlayayım və özümə uyğun dizayn edeyim, özümə uyğun yazılarımı əlavə edeyim. Panelə keçirəm. Panelə giriş edəndə mənim böyük menyular, çox sayda bölmələr qarşılayır. Bunların heç biri mənə lazım deyil, çünki mənə sadəcə sayt lazımdır və orada öz yazılarımı, məlumatlarımı yerləşdirmək istəyirəm. Buna görə də mən buradakı paket seçim butonuna klik edirəm. Açılan səhifədən planı dəyiş seçirəm və burada başlanğıc paketini seçirəm. Artıq belə mən heç bir ödəniş eləməyəcəm. Ömrü boyu pulsuz olaraq saytımı istifadə edə bilərəm. Planı seç, tıklayıram, təsdiqləyirəm. Daha sonra səhifəni yeniləyirəm və budur. Artıq mənim pulsuz hesabım aktivdir. Heç bir ödəniş eləməyə ehtiyac yoxdur. Artıq buradan görürsünüz, şirkətimin altında sayt ayarları var. Daxil oluram sayt ayarlarına və mən artıq buradan gördüyünüz bu menyulardan saytıma aid olan bütün dəyişiklikləri edə bilərəm. Misal üçün, saytın ana səhifəsinə üçün bu ana səhifə tabına keçid edirəm və ana səhifəyə baxıram. Baxın, burada mağaza var, blog, turlar. Mən bunların çoxunu istifadə etməyəcəm. Mənə sadəcə blog lazımdır. Ona görə ana səhifədən mən bunların hamısını yığışdırıram. Mağaza mənə lazım deyil, tur mənə lazım deyil, rezervasiya mənə lazım deyil. Mənə lazımdır sadəcə üst hissədəki slayder, bloklar və xəritədə mənim məkanımın adresi. Ona görə buradan bir daha göstərim. Blok əlavə et seçirəm, yəni yeni blok əlavə etmək üçün buradan xəritə seçirəm və yazıram. Adresimizi yazıram, əlavə et basıram. Sağ tərəfdəki bloku düzəlt ikonuna klik edin, buradan mən adresimi yazıram. Təbii ki, bura siz öz məkanınızın adresini yaza bilərsiniz. İndi məndə hər hansı bir adres olmadığı üçün adres yazmıram, boş qalır və uyğun bir ikon seçirəm. Misal üçün belə bir ikon seçdim, təsadüfi, yadda saxla bastım və səhifəni yenilədim. Budur, artıq blog və xəritədəki adres aktivdir. Yenidən qayıdıram admin panelə. Admin paneldən
Saytın bu hissəsində görürsüz, slayder var. Burada müəyyən slaydlar, rənglər, fotolar və yazılar var. Bunları hardan dəyişə bilərsiniz? Bunları isə bu hissədən, klik elədiyim yerdən dəyişirsiniz. Görürsüz, burada 3 dənə slayd var. Bunları dəyişə, silə və ya yenisinə əlavə edə bilərsiniz. Slayd əlavə edə klik elədim. Əlavə bir slayd əlavə olundu. Bura mən foto seçirəm və yazıram. Başlıq, kiçik başlıq, mətn harda dursun? Sağda, solda və ya mərkəzdə. Mərkəzdə. Ora klik eləyəndə hansısa bir yerə getməyini istəyirəm, yoxsa yox. Mən hazırda istəmirəm, çünki heç bir səhifəm yoxdur. Ona görə boş saxlayıram və yadda saxlan basıram. Saytın ana səhifəsini yeniləyirəm. 1, 2, 3. Görürsünüz, mənim əlavə elədiyim slayd saytda göründü. Başqa nə edə bilərik? Təbii ki, burada bir çox ayarlar var. Bunları özünüz yoxlayaraq hamısını istifadə edə bilərsiniz. Haqqımızda səhifəsi, misal üçün TT MMC mənim və real deyil. Mən yazını yazıram. Sosial media hesablarım varsa linklərini bura əlavə eləyirəm. Yenidən yadda saxla basıram. Saytın ana səhifəsini yeniləyirəm və haqqımızda səhifəsinə daxil oluram. TTMMC mənim şirkətə yanlış yazmışam və real deyil. Artıq yazı buradadır. Əsas səhifəyə keç. Başqa nə edə bilərik? Saytımız üçün blok hissəsi var. Yazıları buradan yazırıq. İlk öncə daxil olaraq kateqoriya yaradırıq. Misal üçün kateqoriya məlumat yazıram. Başqa nə yaza bilərik? Xəbər yazıram. Necə edilir yazıram. Siz də istədiyiniz sayda öz xidmətinizə, işinizə uyğun kateqoriyalar yarada bilərsiniz və istədiyiniz zaman redaktə edə və silə bilərsiniz. Daha sonra daxil olaram yazılara və burada yazı hissəsi var. Plus yazı, yəni yaz. Yaza klik eləyirəm. İlk yazı. Yazının qısa xülasəsi və məzmun. Bu bir blog yazısıdır və test səhifəsidir. Yazıram, nöqtə qoyuram. Buradan kateqoriyamı seçirəm. Yaratdığım kateqoriyalardan birini, bu məlumatdır. Daha sonra yazının, yəni yazdığım yazının saytda yayımlanacağını, yoxsa qaralama kimi qalacağını seçirəm. Qaralama kimi qalsa, bunu artıq mənim izləyicilərim görmür. Sadəcə özüm görürəm və lazım olanda dəyişikliklər eləyirəm. Daha sonra yayımlaya bilərəm. Mən hazırda aktiv olmağını istəyirəm. Foto seçirəm. Gələcək bir tarixdə nəşr olunmağını istəyirəmsə, buradan tarix seçib, saat seçib həmin tarixdə yayımlaya bilərəm, amma mən indi yayımlamaq istədiyim üçün tarix seçmirəm və yadda saxla basıram. Daha sonra qayıdıram saytın ana səhifəsini, saytı yeniləyirəm, keçirəm ana səhifəyə və budur, artıq yazımız buradadır. Yazını artıq oxuya bilərik, storimizdə paylaşa bilərik, Google axtarışlarda görünəcək və bizim izləyicilərimiz oxuyub, şərh yazıb, fikir bildirə bilərlər. Və budur, biz bir neçə dəqiqə ərzində saytımızı hazırladıq. Bunun üçün bizə heç bir texniki bilik, bacarıq və pul lazım olmadı. Sayt istəyən, öz yazılarını dərc eləmək istəyən və ya hansısa bir yaradıcılıqla məşğul olan, öz biznesi üçün və ya portfolyosu üçün sayt istəyən adam əlavə bir bilgiyə, bacarağa yayılmaya ona ehtiyac yoxdur. O sadəcə Class platformasından istifadə edərək saytı bir neçə dəqiqə ərzində aktiv edir və öz işi ilə, yazısı ilə, yaradıcılığı ilə məşğul olur və onun üçün geridə qalan bütün işləri həll eləyir. Hər birinizə uğurlar, sualınız olsa videonun altında yaza bilərsiniz, cavablamaqdan məmnun olaram. İzlədiyiniz üçün təşəkkürlər.